Salam uşaqlar. Bugün biz Azərbaycanda Ərəb ağalığı dövrünün mövcudluğu haqqında danışacağıq. Ərəb dövləti 630-cu ildə Ərəbistan yarımadasında Məhəmməd Peyğəmbər tərəfindən yaradılmış. 632-ci ilə qədər Məhəmməd Peyğəmbər dövləti idarə etmiş. 32-ci ildə onun vəfatından sonra isə xəlifələr dövrü, Rəşidi xəlifələr dövrü başlamış və xəlifə Əbubəkir, Ömər, Osman və Əlinin dövrlərini göstərmək olar bura. Xəlifələr dövründən başlayaraq işğallar başlamışdı və 633-cü ildə ərəblər İraqı və Şamı ələ keçirdikdən sonra 639-cu ildə Qəzvinə, xəritədən görürük, Qəzvinə daxil olurlar və Qəzvinə daxil olduqdan sonra onlar Azərbaycanın digər əraziləri ilə də irəliləyəcəklər. Belə bir vaxtda 642-ci ildə Həmədan və Nəhavənd döyüşlərində Sasanilərlə ərəblər döyüşmüş, orada qalib gəlmişdilər və 643-cü ildə isə onlar Vacruz və Cərmidan döyüşlərindən sonra Azərbaycanın Ərdəbillilərə qalib gəlmişlər. Xəritədə Ərdəbil ərazisini görürük. Bir dəqiqə. Deməli, Ərdəbil ərazisini görürük. Baxın, Ərdəbil buradır. 643-cü ildə Ərdəbil ərazisinə daxil olurlar və Ərdəbilə daxil olduqdan sonra onlar Vacruz və Cərmidan döyüşlərində qalib gəlirlər və beləliklə Ərdəbildən sonra onlar Muğana daxil olacaqlar. Muğan ərazisi də burada görünməkdədir. Muğana daxil olurlar və Muğanda 3 il mübarizə aparırlar əhali ilə. 3 il mübarizədən sonra Muğanı tabe edirlər. Amma Muğana daxil olmamışdan əvvəl Ərdəbillilərlə müqavilə imzalayırlar və həmin müqavilənin şərtinə əsasən insanlar imkanları daxilində cizyə vergisi, can vergisi ödəməli idi. Qadınlar, uşaqlar, eyni zamanda yaşamaq üçün vəsaiti olmayan ağır xəstələr, onlar vergilərdən azad idilər. Bir də ərəblər insanların dininə, adət-ənənələrinə, əmlakına toxunmurdular. Ona görə də İslam dininin qəbulu da Azərbaycanda daha deməli asan olacaq. İnsanlar tez İslamı qəbul edəcək humanistliyinə görə. Lakin 644-cü ildə əhali vergini vermək istəmədi. Belə bir vaxtda üsyan yatırıldı və xəlifə Osmanın göndərdiyi qoşunlar Azərbaycanın cənubunu tabe edərək köhnə müqaviləni isə bərpa etdilər. Ərdəbildən sonra dediyim kimi Muğana daxil olurlar və 3 il Muğanda mübarizə apardıqdan sonra Muğan əhalisini də özünə tabe edirlər. Daha sonra isə ərəb qoşunları daxil olur haraya? Deməli Şirvana. Və burada Şirvan ərazisini göstərmək istəyirəm. Şirvan ərazisinə daxil olurlar və Şirvana daxil olduqdan sonra Dərbənd və Şirvan hakimi Şəhriyarla görüşüb onunla müqavilə imzalayırlar və həmin müqaviləyə əsasən deməli sülhə əsasən Dərbənd əhalisi vergilərdən azad edilir və bunun əvəzində isə onlar sərhəddi şimaldan gələn deməli, Dərbənd əhalisi vergilərdən azad edilir və bunun əvəzində isə onlar şimaldan gələn hücumlardan sərhədləri qorumalı idilər, can vergisindən azad edilmişdilər. Demək, Dərbəndə çatdıqdan sonra ərəblər şimala daxil olurlar, Azərbaycanı keçib Azərbaycandan şimala daxil olurlar və burada da gördüyümüz kimi Xəzərlər məskunlaşmışdı. Və beləliklə Xəzərlərin də Azərbaycanda bilirik ki, ağalığı var idi. Cavanşir də zaman-zaman onlarla döyüşərək məğlub olmuş və demək müqavilə imzalayaraq Xəzər asıllığını qəbul etmişdi 662-ci ildə. Və beləliklə 643-653-cü illərdə Bələncər döyüşləri olur, Ərəb-Xəzər müharibələri başlayır. Müharibələr 100 ildən artıq davam edir və Xəzərlərin zəifləməsinə, ərəblərin isə Şərqi Avropada irəliləməsinin dayanmasına demək səbəb olur. Deməli, Ərəb-Xəzər müharibələrinin döyüşləri hansılardır? 1-ci Bələncər 643, 2-ci Bələncər 653 kitablarda bəziləri çıxarılıbdır, amma hamısını ardıcıl desək daha uyğun olar. Artıq 722-ci ildə ərəblər Bələncər şəhərini tuturlar. 731-ci ildə Savalan döyüşü olur. Həmin döyüşdə də Xəzərlər qalib gəlir, Bələncərlərdə olduğu kimi. 737-ci ildə isə son döyüş olur, Hilat döyüşü və Hilat döyüşünü biz artıq dəfələrlə qəbul imtahanında görmüşük.
Van gölü yaxınlığında olur bu döyüş və həmin döyüşdə artıq Ərəb-Xəzər müharibələri sona çatır və ərəblər axır ki, qalib gələrək Xəzərlərin Azərbaycanda ağalığını sona çatdıraraq Azərbaycanda tam öz hakimiyyətlərini bərqərar edirlər. Ərəblər Azərbaycana gələndə Azərbaycanın şimalı və cənubu ayrı-ayrı əmirlik olur və şimalın mərkəzi Dəbildən Bərdəyə köçürülür. Dəbil şəhərini baxın. Dəbil şəhəri Göyçə gölünə yaxın ərazidə Dəbildən Bərdəyə köçürülür. Cənubun mərkəzi isə Ərdəbildən Marağaya köçürülür. Ərdəbildən Marağaya köçürülür. Marağaya köçürülür. Burada çox diqqətli olmaq lazımdır. Başqa nə haqda danışaq və burada biz danışırıq ərəb idarəçiliyi haqqında. Ərəblərdə amil var idi, vali var idi, qazi var idi, əmir var idi. Amil əsasən vergi yığılmasına nəzarət edirdi. Əmirlər ilk dövrlər hərbi başçı idilər, amma sonra get-gedə onlar mülk idarəçiliyi də ələ keçirmişdilər, əmirlikləri idarə edirdilər. Qazılar əsasən məhkəmə işlərinə baxırdılar və yenə də burada mərkəzin Dəbildən Bərdəyə köçürülməsi və Ərdəbildən isə Marağaya köçürülməsi verilib. Çox burada diqqətli oluruq. Həmin şəhərləri isə bayaq sizə göstərdim. Sonra bütün işğalçılar kimi ərəblər də köçürmə siyasəti yürütmüşdülər. Məsələn, Sasaniləri, yəni farsları köçürürdülər, ərəblər ərəbləri köçürürdülər özlərinə dayaq yaratmaq üçün. Eyni zamanda ruslar sonralar erməniləri köçürdəcək, ruslar rusları köçürəcək, almanları köçürdəcək 19-cu əsrdə və yaxud 1724-cü ildə Pyotrun Azərbaycanı işğal etməsi zamanı biz ermənilərin köçürülməsini də görəcəyik. Deməli, hər bir işğalçı özünə dayaq yaratmaq üçün özünə yaxın olan xalqı köçürdür. Demək, bir də hərbi məskənlər var idi. Hərbi məskənlərə Rabat deyilirdi. Həmçinin Kasak adlı bir hərbi məskən yaradılmışdı ki, sonralar həmin məskən nəyə çevrilmişdi? Şəhərə çevrilmişdi və müasir Qazax şəhərinin əsası qoyulmuşdu. Ərəblər dövründə müxtəlif torpaq mülkiyyət formaları var idi və ümumiyyətlə ərəblər Sasanilərin çoxillik təcrübəsindən istifadə etmişdilər. Məsələn, Sasanilərdə Xostak və Dastakert torpaqları var idi. Xostak torpaqları şərti verilir, Dastakert isə irsən keçirdi. Ərəblərdə də məsələn İqta torpağı bənzəyirdi ona. Divan var idi, İqta, mülk, vəqif, icma. Divan dövlətə məxsusdur, icma cəmaata məxsusdur, İqta hərbi xidmət müqabilində verilir, mülk mülkədarlara məxsusdur, ata-baba mülküdür. Vəqif dini idarələrə, məscidlərə məxsus idi, icma isə cəmaata məxsus idi. Bir də xalisə adlı torpaqlar var idi ki, onlar hökmdarların ailəsinə və sülalə üzvlərinə aid idi. Vergi və mükəlləfiyyətlərdən isə xəracı və cizyəni götürmək olar. Xərac məhsul və yaxud torpaq vergisi idi, cizyə isə can vergisi idi. Xüms və zəkatı da göstərmək olar. Xüms daşına bilən əmlakdan insanların faydalandığı bütün sahələrdən, hərbi qənimətdən alınan vergidir. Zəkat isə dini bayramlar münasibəti ilə deməli verilən vergi idi ki, bu da əlsiz ayaqsızlara, atasız anasızlara ehtiyacı olan şəxslər üçün imkanlı ailələrdən çıxarılırdı. Artıq Əməvilər sülaləsi bilir ki, Əməvilər 661-ci ildən 750-ci ilə qədər hakimiyyətdə olmuşdu. 725-ci ildə Əməvilər siyahıyalma keçirirlər və həmin siyahıyalmaya əsasən vergilərin miqdarı biraz qaldırılır və meyvə ağacları, sənətkar əməlxanaları üzərinə də əlavə vergilər qoyulur. Danışdığımız yerə baxaq. Deməli, xilafətin Azərbaycandakı siyasətini danışdıq. Savalan dağı yaxınlığında döyüşü filan dedik. Xəracdan, cizyədən də danışdıq və 725-ci il sonra gəlir azadlıq hərəkatına. Babəkin başçılığı ilə üsyana gəlir məncə. Davamı. Azadlıq hərəkatlarının səbəbləri bu idi. Əslində azadlıq hərəkatına ayrıca danışmaq istəyirdim, amma yox, ora çatmışıq, danışaq. Baxaq neçə dəqiqəmiz keçib, hələ 9 dəqiqədir. Deməli,
8-ci əsrdən başlayaraq artıq Əməvilər sülaləsindən başlayaraq vergilər yavaş-yavaş qaldırılır. Bilirik ki, siyasi alma nəticəsində də vergilər qaldırılırdı. Məsələn, Xəlifə Əlinin dövründə vergilər yaxşı idi. Əkilməyən torpaqlardan vergi alınmırdı. Amma zaman-zaman keçdikcə Əməvilərin sonu və Abbasilərin başlanğıc dövründə artıq əkilməyən torpaqlardan da vergi alınmağa başladı. Siyasi alma nəticəsində də vergilər xeyli artırıldı. Yerli feodalların mülkləri də məhdudlaşdırılırdı. Bu da narazılığa səbəb olur. Yəni artıq varlılar da ərəblərdən narazı idi. Kəndlilərin vəziyyəti yaxşı deyildi. Dini vergi altında, digər adlar altında əhalidən həddən çox vergilər alınırdı və bunlar da narazılığa səbəb olurdu. Və beləliklə belə üsyanlardan biri Müsafirin başçılığı ilə oldu. Həmin üsyan Beyləqan və Bərdədə baş vermişdir. 748-52-ci ildə olmuşdur. Üsyanın özünə məxsus cəhəti o idi ki, bu üsyan həm Əməvilər sülaləsinə, həm də Abbasilərə düşür. Çünki Əməvilər 661-ci ildən 750-yə, Abbasilər isə 750-ci ildən 1258-ə qədər davam etmişdi. Müsafir üsyanı isə hər ikisinə düşür, lakin üsyan yatırılır. Müsafir üsyanı yatırıldıqdan sonra Xürrəmlər hərəkatı başlayır. Xürrəmlər hərəkatının səbəbləri dediyim kimi ərəblərin köçürülməsi, ağır vergi siyasəti, məmur özbaşınalığı, yerli feodalların mülk və imtiyazlarının isə məhdudlaşdırılması olub. Xürrəmlər məzdəkilərin ideya davamçıları idilər, lakin onlar məzdəkilərdən daha da irəli getmişdilər. Məsələn, məzdəkilər ədalətli cəmiyyət və əmlak bərabərliyi istədikləri halda Xürrəmlər qədər çox adam toplaya bilməmiş və onlar qədər qətiyyətli olmamışlar, amma Xürrəmlər daha qətiyyətli olmuş. Kəndlilər və ərəblərin ölkədən çıxmasını, hətta İslamın bəzi ehkamlarına qarşı çıxmış, kəndlilər əsas hərəkət verici qüvvə olmuşdu. 816-cı ilə qədər 778-816-cı ildə Əbu İmranla Cavidan üsyana başçılıq etmişdi. Daha doğrusu Cavidan başçılıq etmişdi. Əbu İmran isə üsyana başçılıq uğrunda mübarizə aparmışdı və bu mübarizənin öz aralarında gedən həmin o mübarizə üsyanın kəsərliyini zəiflətmişdi və sonunda onlar hakimiyyətə gəlmək, yəni üsyana başçılıq etmək uğrunda savaşmış və 816-cı ildə bir-birlərini öldürmüşdülər. Və Babək isə gənc bir üsyançı idi. Onu bilirik ki, Cavidan tanış olmuşdu, ticarətçi olmuşdu daha doğrusu. Cavidan ticarət zamanı onunla tanış olmuş və onu Bəz qalasına gətirmişdi. Bəz qalası isə Xürrəmlərin iqamətgahı idi. 816-cı ildən başlayaraq üsyana Babək başçılıq edir. 819-cu ildə xəlifə ilk dəfə olaraq nizami qoşun göndərir. Həmin dövrdə xəlifə Əl-Məmun idi hakimiyyət başında və 829-cu ildə Babək ilə ilk döyüş baş verir. Bu Həştadsər döyüşüdür. Həştadsər döyüşündə ərəblər Bəz qalasını tutmaq istəsələr də uduzdular və tuta bilmədilər. 830-cu ildə isə 1-ci Həmədan, 833-cü ildə 2-ci Həmədan döyüşləri olacaq. 830-cu ildəki 1-ci Həmədan döyüşündə Babəkilər qalib gəldilər və Həmədan şəhərini ələ keçirdilər. 833-cü ildə 2-ci Həmədan döyüşündə isə Babəkilər ilk dəfə olaraq ağır məğlubiyyətə uğradılar. Belə bir vaxtda xəlifə Əl-Möhtəsim vəfat etmiş və hakimiyyətə onun oğlu demək daha doğrusu Əl-Məmun vəfat etmiş və hakimiyyətə onun oğlu Möhtəsim gəlmişdi. Məmun vəfat edərkən vəsiyyət etmişdi ki, Babəkə qarşı deməli özün get, oğluna vəsiyyət etmiş özün get, ən güclü sərkərdəni göndər və bütün müharibələri dayandır, Babəkə qarşı yönəlt. Çünki artıq üsyan çox qorxulu bir ərəb xilafəti üçün çox qorxulu bir vəziyyət almışdı. Və həqiqətən də xəlifə Möhtəsim bunu əməl edir və ən qüdrətli bildiyi sərkərdəsini Afşini Babəkə qarşı göndərir. Türk mənşəli Afşini, çünki türklərin döyüşkənliyini o bilirdi və Afşin 835-ci ildə gəlmişdi. Afşin amma gəldikdən sonra dərhal döyüşə girmir. O iqamətgahını Babəkin iqamətgahı olan Bərzəndə köçürdür. Yəni Babəkin iqamətgahına daha yaxın olan Bərzəndə köçürdür.
Və onun bəzi tərəfdaşlarını ələ alır, pulla ələ alır, satın alır. Bəzilərini isə aradan götürür. Babəki gedən köməyin qabağını kəsir, yolları kəsir və beləliklə 836-cı ildə növbəti dəfə Babək ilə Həştəsər dağı yaxınlığında döyüşür. Lakin bu döyüşdə o qalib gələ bilmir. Yəni Babək qalib gəlir, amma Afşin qalib gələ bilmir. Bəz döyüşünə girməmişdən əvvəl Babəki o məktub göndərir və təklif edir ki, keçsin ərəblərin tərəfinə, Bizanslara qarşı birlikdə vuruşsunlar və sərkərdəlik titulu alsın ərəblərdən. Lakin Babək belə bir cavab verir ki, mən öz şəxsi xoşbəxtliyim üçün xalqımın xoşbəxtliyini qurban verə bilmərəm, ona görə də o təslim olmur. Və beləliklə bəzi döyüşünə girir, amma həmin döyüş son döyüş olur, Babək ağır məğlubiyyətə uğrayır. Babək məğlubiyyətə uğradıqdan sonra ən çox inandığı dostu Səhl ibn Sumbatın yanına gedir, lakin Səhl ibn Sumbat həmin vaxtı eşidir ki, xəlifə Möhtəsim Babəkin başına 2 milyon dirhəm pul qoymuşdur, kim onu təslim edərdisə. Buna görə də o Babəki təslim edir, satır onu pula görə. Və beləliklə Babək keçir ərəblərin əlinə və Babəkdən soruşurlar ki, sənin son istəyin nədir? O isə cavab verir ki, mənim son istəyim Bəz qalasının xarabalıqlarını görməkdir və ona həqiqətən də aparırlar o Bəz qalasını. Görür və 838-ci ilin mart ayının 14-də Babəki Samirədə qəddarcasına edam edirlər. Beləliklə üsyan yatırılır. Üsyan yatırılsa da Ərəb xilafətinə çox mənfi təsir edir. Ərəb xilafəti kökündən sarsılır və onun tərkibindən çoxlu müstəqil dövlətlər meydana çıxır. Belə ki, Mərkəzi Asiyada Qaraxanlılar, Qəznəlilər, Samanilər, Xarəzmşahlar, Azərbaycanda Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər kimi müstəqil feodal dövlətlər meydana çıxır. Daha sonra danışaq İslamın milli mədəni inkişafa təsirindən. Bilirik ki, Azərbaycan xalqının formalaşması Albaniya və Atropatena dövlətlərinin yaranması ilədir. Eramızdan əvvəl 4-cü əsrdədir. Lakin xalqın formalaşmasına təsir edən mühüm amillər də vardır ki, bunlardan biri də İslam dininin qəbuludur. Yəni, İslam dini olana qədər ölkədə müxtəlif dinlər var idi. Atəşpərəstlik, xristianlıq, bütpərəstlik və s. kimi dinlər yayılmışdı. Çoxallahlıq dinləri yayılmışdı. Amma İslam dini hamını bir araya gətirir, hamını eyni fikrə, eyni qayəyə, qulluq etməyə təhrik edir və beləliklə də vahid xalqın formalaşması təşəkkülü daha da sürətlənir. Səlcuqların gəlişi ilə 11-ci əsrdə isə vahid xalqın formalaşması prosesi başa çatacaqdır. Yəni, türk və qeyri-türk etnosları arasında vahid adət-ənənələr təşəkkül edir. Xilafət Azərbaycandakı idarəçiliyə ciddi diqqət yetirirdilər. Belə ki, Xəzər xaqanlığı ilə uzun müddət müharibələr olmuşdu və həmin müharibələrin sonunda onlar qalib gələrək Azərbaycanda möhkəmlənmişdilər. Azərbaycanın cənubunda, Lənkəranda, Milmuğanda İslam dini daha tez yayılmışdı. İnsanlar daha tez qəbul etmişdilər. Xəzər sahili ərazilərdə, Şimali Qafqazda ticarət yolları inkişaf edirdi. Lakin yerli tacirlərlə xarici tacirlərdən alınan vergilərin arasında fərq var idi. Belə ki, yerli tacirlərdən 5%, xaricilərdən isə 10% gömrük haqqı alırdılar. Dövrün şairi deməli Dəvdək olmuşdu. Onun Cavanşirin ölümünə mərsiyəsi vardır. Bu Azərbaycan ədəbiyyatı tarixində ilk şeir sayılır. Bir də deməli Musa Kalankatlının tarix əsəri vardı ki, Alban tarixi əsəri. Bu da çox dəyərli bir mənbədir. Albaniya və ümumiyyətlə həmin dövrün tarixi, Girdiman dövləti də daxil olmaqla həmin dövrün tarixi haqqında məlumat almaq üçün bir də dövrün abidələri çox vacibdir. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində salınmış körpü, şəkili burada görünür. Tərtər çayı üzərində daş körpü, digər isə Şamaxıda Cümə məscidi. Cümə məscidi 1918-ci ildə ermənilər tərəfindən dağıdılmış, müasir dövrdə isə İlham Əliyev tərəfindən bərpa edilmişdi. Ərəb ağalığı haqqında bu qədər. Şirvanşahlar, Sacı, Saları, Rəvəd, Şəddad dövlətlərinin izahı ilə davam edəcəm. Sağ olun dinlədiyiniz üçün.